Dostlar, nəhayət ki, bu avtomobil gəldi, çıxdı mühərrik yığılma mərhələsinə. Niyə gəldi? Gözlədiyimizdən tez oldu və artıq siz bu avtomobili küçədə görməyəcəksiniz. Çünki artıq o mühərrik yığılmalıdır və həyəcan siqnalı ilə Marat bəy yaxınlaşdı bugün Vüqar ustaya. Yenə də sağ olsun Elixir bizə kifayət qədər 2500 kilometr yürüşdə bu avtomobili dartdı. 18 nəfər bu şəkli çəkdiyinə görə endirimlə Elixir aldılar, 50% endirimlə və indi artıq hamı yığılıb mühərrikxananın başına. Birinci Marat bəy, həm cəsarətinizi alqışlayırıq bir daha, həm keçmiş olsun deyirik və indi artıq variantımız yoxdur, çünki kifayət qədər həyəcan elementləri var. Nədir onlar? Marat bəy desin. Bir dənə göstərək də yürüşü. Qoy hər kəs görsün yürüşü. Bəsdir, bəsdir. Yaxşı, biz bu işə ilk başlayanda sonra Şahdağa gedib çatmağın bir həyəcanı yaşayırdıq. Bəli. Biz oradan qayıdandan sonra, yəni artıq orada çatdıq, yəni bunu biraz çox görüb, yaxşı oradan qayıtmaq fikrinə düşdük. Bu tab evinə girmişsə. İndi bizə mühərriki dağıtmaq lazım deyil. Bizə Elixir'in gücünü göstərmək lazım. Baxsız mühərriki 2500 km işlətdi. Bəli. Deməli, səhər-səhər, hardasa bir keçən həftənin bazar günü idi də, mən sizə video göndərdim. Artıq başladı mühərrik səs eləməyə. Səhər o elə bir cold startda başladı səs eləməyə. Belə bir 4 gün davam elədi. Artıq bu günləri səhər-səhər baxdım ki, artıq mühərrik fırlamır. Yəni, avtomobil 4 dəfədən sonra işə düşdü və mühərrikdə əməlli başlı səs var idi. Ona görə də fikirləşdim ki, dağılmamış mühərriki gətirək Vüqar ustanın yanına. İndi bir işə salarıq, motorun səsini göstərərik. Mütləq. Yəni, sakit rejimdə elə bir səs yoxdur. O ki, qaz verirsən, əməlli başlı səs var. Məncə, yağ da azalıb artıq yenə, hə, Vüqar usta? Nə qədər göstərir orada Vüqar usta? Ölçü çubuğunda nə göstərir? Yağ azalıbdır, mən elə... Minimumdadır artıq, hə? Bir də onu təkrar yoxlayaq. Yəni, yağ azalsa da belə... Yağ, bəli, minimumdadır. Mən ki, bunu əvvəl, ilk dəfələrdə ki, o Qusara gedəndə baxmışdım, yolda izləmişdim. Ondan sonra siz baxmışsınız, Rəşad usta baxıb. Yəni, onda belə deyil. Yağda əməlli yağlıq var idi, tərkib var idi. Yəni, bilirdin ki, bir hiss edir ki, İndi artıq yapışqanlı bir mayedir. Qoruyacaq, yəni qoruyucu nəsə arxain idi belə. Amma indi artıq qorxuludur. Yəni, bu baxırsan ki, burada yəni yağ deyil də bu. Yəni, biz buna Vüqar usta indi tutaq ki, 1 litr günə baxan da əlavə eləyə bilərik. O problem deyil. 1 litr günə baxan əlavə eləyib, bir yarım litr, yəni 200 millidə Elixirlə davam etmək olar əslində. Amma biz istəmirik ki, ikinci Elixirə keçək. Niyə yəni? Məsələ budur. Biz istəmirik ikinci Elixirə keçək, birincisi budur. İkinci nəzərə alın ki, buna 2 dəfə əlavə olunub da 1 litr, 1 litr. Yoxsa bir dəfə. Bir dəfə də əlavə olunub. Yəni, bu hər günə baxan yağa əlavə olunduqca biz Elixirin gücünü zəiflətmişik. Bu da var. Və yenə də bəlkə də gedər. Amma 2500 kilometr bu göstəriciyə biz nail olduqsa, məncə bu kifayət qədər yaxşı nəticədir və bizə nə lazımdır? İndi Vüqar usta bunu açıb çıxardacaq, sabaha bir günə biz gəlib çəkəcəyik, o çıxmış mühərrikin vəziyyətini görəcəyik. Məncə mühərrikin vəziyyətini kamera burada görə siz bilirsiniz. burada olmuşkən, sökmədən elə burada çalışıram, baxam orada müəyyən şeylər görəm. Mühərrikin vəziyyəti içərisi, yəni biraz belə
qarımtuldur, necə deyirlər, qara quradır. Biraz. Biraz yox, Məncə ümumiyyətlə biraz yox, qaradır. Əməlli, yəni burada artıq belə biraz bərbaddır vəziyyət. Yəni hər tərəfə Sanki piraşki pişib orada. sanki elə pirojki, elə yağ qazanın dibinə baxırsan, elə sanki. Hə, Doğrudan yağ elə qazanın ya, dibinə bax. konkret Elədir, qazanın yəni. dibidir. İndi söküb baxarıq da. İndi bir dənə start verək, səsi də bizim izləyicilər Bu Bu eşitsinlər. qarasında bir dənə bağlayın. Mən Hə, yəni qaz bizə verim. lazımdır ki, eşidək bunu və yenə də gözlədiyimizdən çox yaxşı nəticələr aldıq. Kənan, 2500 sən kilometr. zəhmət olmasa bir dənə göstərək də yürüşü. Qoy hər kəs görsün yürüşü. 2500-dən çox gedir. ilk yürüyüşü bizim köhnə videolardan görəcəksiniz təbii Bəli. ki, o problem deyil. Yəni 2585 kilometr və avtomobili işə salırıq. Sakit rejimdə hər şey qaydasındadır. Çünki isti mühərrikdir. Bəli, həm də. indi qaz verirəm. Yəni o dizelin səsini yəqin eşidirsiniz axı. Hə, elə bil o dizel çıxıltısı var. Ha? Bəsdir, bəsdir. Yaxşı, Kifayət eləyir, kifayət eləyir. mənə Yəni rəhimiz artıq o- gəlsin. Nəzərə alsaq ki, bunun əziyyətini mən çəkəcəm, mənə rəhimiz gəlsin. Onlara o qədər daha artıq qaz verməyin. Yəni bu heç olmasa, yəni dirənmə. Bir var mühərrik tam dirənə dağılar, bir də var öz hərəkəti ilə gəlib bura. Bəli, müəyyən Yəni belə səslər təbii əmələ mühərrik dağılmadı. Sadəcə Hə, biz müəyyən görürük səslər ki, gəlir. artıq müəyyən Amma, səslər yaranıb. Bu yuxarı hissəyə burada klapanlar nizamlayıcı, yağın təzyiqi ilə nizamlanır. Görsənir ki, bura artıq yağ qalxmır. Mən hətta icazənizlə Marat bəyin mənə Klapanlar- göndərdiyi səsi, Səsli işləyir. videonu göstərim. Deməli, bax bu videonu mənə göndərib. Görürsünüz 6-cı gün, şənbə günü. Bax. Hələ bu biraz sonrandır. Yəni nəzərə alsaq ki, bu avtomobil indi isti vəziyyətdə, yəni hardasa bir 7-8 kilometrdə, yəni şəhərin içindən gəlib çıxıb bura. Yox, elə Yəni STN-dən bura 15 kilometrdir. 15, hə. Yəni 15 kilometr normal gəlib və indi onun ən yaxşı halıdır hazırda. Biz bu işə ilk başlayanda, yəni mən özüm şəxsən biz Qusara Şahdağa gedib çatmağın biz həyəcanı yaşayırdıq. Bəli. Biz oradan qayıdandan sonra, yəni artıq orada çatdıq, yəni bunu biraz çox görüb, yaxşı görüb, oradan qayıtmaq fikrinə düşdük. Qayıdandan sonra dedim ki, mən burada işlərimi nizamlayırdım ki, yəni əlimizdə hansı işlər var, onu təhvil təhsil bitirək ki, mühərriki yığaq. Bu mühərriki yığmağa çalışırıq. Bu da gəldi, düşdü düz mart ayına, yəni bu gün də çərşənbə. Ya artıq qaçmayan bayram. Vüqarusda. Variant yoxdur, Variant Yəni yoxdur. bu qədər ki bunu uzatdıq, bu qədər bundan, yəni Hə, onu demək bu istəyirdim, eleksir başa yəni bu qədər bunu gəldi, çıxdı, yəni bura gətirdi, çatdırdı. Bu böyük nəticədir. Düzdür, Yəni artıq bu buradan- indiyə kimi indi- olmayan bir İndi çəkişdə hiss olunmur bu eksperiment. iyi biz burada bu smişki yağın iyi əsl bu iyi buradan gəlir. Yəni Ha, yox, artıq əməlli başlı var. Yəni, ilk çoxdan var, amma get-gedə onun daha da kəskinləşməsi. tab evinə girmisən İndi piraşki. siz çıxardıb bizə mühərrikin vəziyyətini göstərərsiniz, bizə Bu gün olar. çıxardar, çalışar bu gün sökək, sabahlarını da tam yerdə sökək. Elə burada Hə, sabah gəlir artıq burada yerdə, çıxmış yerdə. vəziyyətdə. Baxaq görək ki, nə aşınıb, nə aşınmayıb. Yəni eliksir nə elədi? Biz onu istəyirik vəziyyətə görək. baxarıq, ölçülərə baxarıq, nə kimi aşınmalar var, detallar göz qabağında ona aydınlaşdırır, baxarıq olar. Bəli. Məncə aşınma qeydə alınmayacaq. Mən elə başa düşürəm. Sadəcə olaraq artıq o Vüqarustan dediyi kimi klapanlar yağla tənzimlənir və yuxarı hissəyə də artıq yağ çatmır deyə normal doğru düzgün yağlanma yoxdur deyə səs yaranıb. Üstəlik də bu onsa yağ yeyən mühərrikdir. Onu Biraz da o aşağı dövrdə onların səsidir. Yüksək qaz verəndə valdan da səs gəlir. İndi orada şoku Elə səhər-səhərdə ona görə xoda düşmürdü də. Fırlamırdı, bal fırlamırdı. Ona görə dedim ki, artıq qaz vermək. O bir dəfə bir avtomobilin sürücüsü var idi, bir ustanın yanına gəlir. Usta da göyə bunun səsinə qulaq asır. Deyir, qaz ver, qaz ver, qaz. Ha, bir də qaz ver. O da nəfə şatın oradan çıxdı dəydi alnına. Mən də elə ondan qorxurdum. Bayaq onu gördüm, bəsdir Hə, kifayət. sonra da belə dedi ki, dedi, hə, söndür, valın səsidir. Güya ki, bu təyin elədədir. Ya, o val səs eləyirdi, o val orada o qədər boşluqla artıq oradan çıxdı oradan. Yəni bloku da yardı. Yəni mühərrik artıq yararsız vəziyyətə düşdü. Ya, bizə elə də lazım deyil. Onu deyirəm ki, söndürün da, məsələ aydındır. Yəni eliksir də oradan da böyük bir möcüzə göstərdi bizə. Biz bunu həm əyani şəkildə gördük. Artıq bunun üzərindən çoxsaylı belə deyək, çarxlarımız olacaq, danışıqlarımız artıq buna əsaslanan, buna söykənən bu faktın üzərində biz çoxlu, necə deyirlər, tanıtım videoları edəcəyik. Bu sözsüz olacaq. Amma həm də çıxaraq, çünki əvvəlcədən niyyətimiz bu idi.
Mən də düşündüm ki 1000 bəsdir, sonra dedik 2000 bəsdir, gəldi 2500, artıq düşünürük ki bəs eləyər. 2500 kifayət qədər yaxşı. Yəni bizə mühərriki dağıtmaq lazım deyil. Bizə Elixir-in gücünü göstərmək lazımdır. Yəni Ay, biz sağ ol. Toyota şirkətinin nümayəndələri deyilik. Biz Bardal markasının nümayəndələriyik. Elixir yağsız mühərriki 2500 km işlətdi. Bəli. Ay sağ ol. Bax, biz bunu görmək istəyirdik eyni zamanda və indi hətta düşünürəm ki bu Bardalın, yəni Belçika ofisinin içində yaxşı bir nümunə olacaq. Çünki onlar da belə tərəddüd edirdilər ki, nə edirsiniz siz? Yəni nə olacaq biz bu? Belə deyim də post paylaşdıq radiodan sonra, dərhal sonra bizim dizaynerlər hazırladı. Biz paylaşandan sonra Ece birbaşa mənə yazdı ki, siz nə edirsiniz? Yəni nə etmək istəyirsiniz? Raqib bəy sağ olsun, başa saldı ona ki, biz bilirik nə edirik. Yəni özdə bir kəlmə. hətta onu da gəl göstərim kənara, qoy hamısı necə deyirlər faktla olsun. İnanmıram, normal başlayaq. Yox, yəni nə üçün deyirəm? Bu söhbət nə vaxt olub? Bax, bu söhbət olub yanvarın 16-sı. Bax, görürsünüz, yanvarın 16-sında bizim danışığımız Edinin. Ece Klesdə, yox, nömrəsi lazım deyil. Hə. Yəni yanvarın 16-sında bizim bu danışığımız olub. Qusara çatanda mən də ona bu yəni bizim üçün əsas final orada idi və mən Ediyə göndərdim ki, təbrik eləyirəm. Qusara çatdıq. Amma heç Edin xəbəri var ki, biz hələ 2500 gəlmişik. Ece hər şey izləyir sosial mediada. Hər şey izləyir. Amma Ona görə. bir şey var ki, biz bütün bu baş verənləri hər şeyi protokollaşdırıb Bardalın Sadap ofisinə göndərəcəyik. Çünki onlar üçün bu çox maraqlıdır. Hə, çünki onlar özləri də belə bir eksperiment eləməyiblər və təbii ki də bu böyük cəsarət tələb edir. Yəni onlar aydın deyək ki, bu 2000-də dağılsaydı da belə bu bizim üçün uğursuzluq sayılmazdı. Amma hətta bu cür nəticə belə bizim üçün gözləntimizin də üstüdür. Məsələ ondadır və bir dənə qatqın hesabına. İndi orada bəlkə kimsə deyəcək ki, nə oldu, bəs deyirdiniz 50 min qoruyur falan. Yəni 50 min eliksir qatqısı 50 min qoruyur. Mühərrik yağı ilə. Normal mühərrik yağı ilə. Söhbət burada tamamilə anormal vəziyyətdən gedir və biz hətta onu elə göstərdik ki, yəni eliksir qatqı olaraq sizə hər bir force majorda lazım ola bilər. Mühərriki ya bir yerdə cüzi aşınma başlayanda saxlamaq istəyir. Kimsə deyir ki, maşını təzə almışam, istəyirəm ki, əvvəlcədən qorumaya alım. Yəni hərənin bir gözləntisi var, hamısına cavab verir. Hərçənd ki, dağılmayan mühərrik yoxdur deyə bunlara bax. Yəni bu boyda Qalenvagin gəlib bura, o ora gəlib. Bunlar hamısı mühərrikin bəlalarına görə gəliblər bu Qapıstan yanına. Hə? Ona görə yəni Qalenvaginə baxanda əlbəttə ki, buna şükür edəcəksən. Bir də Elixir deyəndə ki, canlı göstərim, yəni bu qatqının hesabına. Bəli, söhbət bu qatqıdan gedir. Bunlar və üstə bir dənə bu- xahiş eləyim. Mühərriki sökəndə zəhmət olmasa onun içindən çıxan yağı saxlayın, atmayın. Hə, onu da Timkində yoxlayacaq. Biz onu Timkəndə yoxlayaq, həm də izləyicilərə də göstərək ki, yağın rəngi, vəziyyəti ümumiyyətlə nə vəziyyətdədir yağ. Hə, onu o Bir qabı boşaldın, 1 litri bəs eləyər də biz onu. hə, tam Bir litr bəsdir. Biz onu adi yağla, adi istənilən adi alpin bardaqlı olsun, adi yağ və bir də bunun üzərindən bu qədər həngamədən sonra çıxan o yağın sürtünmə Artıq 2500 sürülmüş, Özdə necə günə baxan sürülmüş? yağı eliksirlə bir yerdə, bəli. Siz də bir litr günə baxan yağ saxlayın, onu da yoxlayarsınız da. O lazım deyil bizə. Biz dedik axı biz Bardalın nümayəndəsiyik. Hə, onu artıq o yağ şirkəti nümayəndəsi istəyirsə müqavilə bağlayıb işləyə bilərik. O növbəti məsələdir. Belə. Olsun. Tamam. Təşəkkür Hər bir edirik. şey qazandım, mənim qazancım nə oldu? Sənin də qazancın mühərrik yığdırır. Biri günə baxan yağından sponsor qazanır. O birisi eliksir satmaq istəyir. Zarafat edirəm. Əsas məsələ odur ki, həqiqətən də belə deyim də bizim bu baş alıb getdiyimiz məsələ uğurla nəticələndi. Həm təbrik edirəm, həm təşəkkür edirəm və bu videonu paylaşırıq. Ardınca dərhal 1-2 gün sonra gözləyin mühərrikin açılma videosunu, yəni sabah gəlib onu çəkəcəyik. İndi paylaşım bir gün gecikməklə ola bilər, gündən falan baxırıq, bir görürsən ki, paylaşmağa hazırsan, görürsən ki, aləm deyib bir-birinə sənin videoya heç kim baxmayacaq, ona görə gözləmədə olursan. Və ondan sonra da artıq mühərrikin yığılmış vəziyyəti hamısı burada baş verəcək və bu mühərrik, belə bir mühərrik kimi burada güzgü kimi dayanacaq. Vüqar usta onu bu vəziyyətə gətirəndə artıq onu da çəkəcəyik və tamamlanacaq. Bu nəyə mühərrikdir Vüqar usta? Bu Range Rover'in bunun. Ha, gəl bax. Range Rover'in P400. güzgü kimi Zavoddan mühərrik. çıxanda bu rəhdə olmayıb. Yeni mi? Vallahi. Yəni bu vəziyyətdə və Vüqar ustanı da seçməyimizdə məqsəd budur ki, Vüqar usta onu məhz belə işləyəcək bizim üçün. Çünki onun başqa cür işləmə üsulu yoxdur. Təmiz, tərtəmiz, düzgün ölçülərlə, mikrometrlə, hər şeylə sonra da artıq mühərrik yığılacaq. Vüqarın yığdığı mühərrikədəki söz yoxdur da, bunu hər kəs bilir. Hə, sadəcə olaraq biraz şeydir də, rayona meyillidir. Onu da ki, inşallah saxlayarıq da. Ya Ramazan ayı deyənə biraz işimiz gec gedir. Yəni işdən biraz tez çıxırıq, gedirik orada iftar açmağa. Ona görə biraz işimiz gec gedir. Yoxsa beləsə normalda biz mühərriki gün söküb sabah təhvil veririk.
Siz. Normada hə. belə Nə vaxtsa olub belə Baxın, yəni. təhvil verirsiniz. Yəqin ki, axırıncı dəfə 20 il əvvəl olub belə bir şey. Yox, yəni iyəsini yığıb belə təhvil verir. Götü yeri get neysə. Yəni söküb təhvil verir. İndi baxın, sabah bunu da elə olacaq. Sabah sökəcəm. Gəlin sökəcəm. Təşəkkürlər. Növbəti çəkilişdə görüşərik. Sağ olun.